Amma əgər A-nın qiyməti sıfırdan kiçik olsa, biz deyəcəyik ki, modulda A-dan mənfi A çıxır. Ay müəllim, bir dəqiqəyə siz bayaq dediniz ki, moduldan heç vaxt mənfi çıxa bilməz. Bə nə yaxşı mənfi çıxdı? Yəqin ki, belə bir sual yarandı sizdə də, düzdürmü? İndi gəlin bunu aydınlaşdıraq. Bizim bu A ədədinin içərisində, yəni əgər mənfi kimi verilirsə, bunun içərisində bir mənfisi olur. Bir mənfi olur. Biz indi bunu moduldan açanda, mən bunu belə açsam A kimi, bunun içərisində olan mənfi gizlənib. Bu mənfi kimi çıxır. Aydındır? Udub mənfinin içərisindədir. Mən də özümdən, mən yazıqda özümdən bir dənə mənfi yazıram ki, qabağına bu iki mənfi müsbət versin. Aydındır?